Hər vaxtınız xeyir olsun. Adınızı bilmək olar? Samira xanım. Samira xanım. Bizim suallarımıza çox adam cavab verə bilmir. Deyir ki, sizin suallar qəliz olur, çətin olur. İndi bilmirəm sizə asan gələcək yoxsa yox. Dərd çəkmək həyatda insana nələr öyrədir? Dərd çəkmək çox şey öyrədir. Ancaq mən məsləhət görərdim ki, dərd çəkməsələr yaxşı olar. Yox, indi biz təbii ki, dərd çəkməsə daha yaxşı olar. Amma bu bir məktəbdir. Nəyə öyrədir bizə? Bu sınaqlardan, bütün həyatın sınaqlarından keçməyə çox şeylər öyrədir ki, gələcəkdə düzdür, indi böyüklərdən adam bir balaca, elə bir ki, böyüklər başlasınlar. Neysə, getdikcə öyrənirsən də hər bir, yəni ki, özün də məsləhət bilirsən, bacı var, qardaş var, yəni ki, bir balaca yanındakılara. Bir növ müəllim olursan. Müəllim olursan, bəli. Öz, deməli, yeniyetmələrə, adi öz padurqa necə olur? Rəfiqələr, bəli, rəfiqələrə məsləhət bilirsən ki, yəni ki, özün keçdiyin sınaqlardan belə-belə necə keçmək olar? Axırda da olursunuz ağsaqqal və ya ağbirçək. Böyük bir məktəb. Hələ ona çoxdur. Onu yəni ki, ağsaqqallar ağbirçəklə başlasınlar. Yox. Yəni özüm də mən indi hal-hazırda yəni bir problemim olanda, yəni böyüklərə birinci müraciət edirəm. Çünki onlar bunları daha gözəl bilirlər. Məktəbi keçiblər. Bəli, mən birinci yəni qaynanama müraciət edirəm. Çünki birinci mənim gəlir ki, əgər hara gəlin getmisənsə o ocaqda birinci qaynanadır. Sonra uca anama, atama belə. Yəni sonra yəni ki belə deyək. Artıq xanımlara yəni belə məsləhət görərdim ki, harda xanım yəni xanımlara elə məsləhət gör. Birinci hansı evdədirlərsə, birinci öz qaynanalarına müraciət etsinlər, sonra böyükləri müraciət etsin. Onlardan daha çox öyrənirlər hər bir şey. Siz ki, böyüklərə, ağsaqqallara, ağbirçəklərə belə dəyər verdiniz, hörmət verdiniz. Mənim sizə sadəcə bir belə bir arzum olar. İnşallah o ağbirçəkliyi də yaşayasınız. Sağ olun. Adınız nədir? Seyfullah. Seyfullah müəllim. Seyfullah müəllim, həyatda dərd çəkmək bizə nələr öyrədir? Bizə həyatda dərd çəkmək çox şeyləri öyrədir. Məsəl üçün? Kasıbçılığı, təhnəlığı, vallahi nə deyim? Çox problem yaradır da. Yox, yaratmaq yox. Nələri öyrədir? Sual belədir. Dərd çəkmək, mən onu deyə bilərəm ki, qəmginliyi yaradır. Heç nə deyə bilmərəm. Başqa heç. Bax, yenə qarışdırdınız. Mən dedim ki, dərə təpəyə çıxmayaq. Siz illa deyirsiniz ki, mən Şaxta baba olub dağa təpəyə çıxacağım. Seyfullah müəllim, dərd çəkmək həyatda bizə nələri öyrədir? Hər şey öyrədir. Məsəl üçün? Nə deyə biləm, vallahi. Məsəl üçün. Çox şey öyrədə biləm. Nəyi? Nə bilmə nə? Onda belə deyək də, sizin bir əliniz yağda, bir əliniz bağdadır. Yox. Bir əlim şordadır. Şordadır. Süzmədə şordadır. Düzdürmü? Bəli. Onda gərək siz çox şey dərk eləyəsiniz. Hər şeyi dərk eləmək olmaz. Bəlkə də içinizdə var, onu ifadə eləyə bilmirsiniz. Bəli. İfadə eləmək olmur. 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 Çünki içim doludur deyirsiniz. Bəli. Əgər ifadə elə bilsəydim, çox şey deyərdim. Çox şey deyə bilərdim. Amma deyirsiniz ki, mən qəmginəm qardaş, qəmginliyi öyrədir. Bəli. Vəssalam. Vəssalam. Seyfullah kişi ancaq bunu deyir. Onu deyirəm, bəli. Sağ ol. Sağ ol. Hörmətli tamaşaçılar, Sualın Var komandası olaraq bugün biz Hövsandaydıq və belə bir sual qoyduq ortaya ki, dərd çəkmə həyatda bizə nələr öyrədir? Bu nətər bir məktəbdir? Bizə cavab verənlər oldu. Hövsan cəmaatı cana yaxın olaraq bizə yaxınlaşdı. Cavab verən, istəyən o verdi. Verə bilməyən sadəcə fikirlərini ifadə eləyə bilmədi. Biraz hıqqandılar. Amma eybi yoxdur, keçmək olar. Amma Sualın Var komandası həmişə bilirsiniz ki, gerçəyi ortaya çıxartmaq istəyir və belə bir mesaj verir. Həqiqətən də hörmətli tamaşaçılar, həyatda dərdsiz bir insan yoxdur. Dərd çəkmək böyük bir məktəbdir, akademiyadır. Və yaxşı o mənada deyim ki, şirin qayğılarla inşallah üzləşərik və o bizə yolumuza yaxşı bir cığırda gür bir fənər kimi parlayar və bizə yaxşı bir yol göstərər. Nəysə, həyatda dərdsiz bir insan yoxdur. Bunu yenə deyirəm. Dərd çəkmək yaxşıdır bir mənada ki, həyatda bizə çox şeyləri öyrədir. Xülasə, inşallah görüşərik növbəti proqramda fərqli bir sualla. Özünüzdən müğayət olun, amma insanın içindən nə keçir? Dərdsiz olaq.
Dərd olanda da gərək şirin dərdlər ola ki, biz ona baxıb məktəb görək və yetişək. Sağ olun, özünüzdən müğayət olun.